Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyirli olsun. Hər birinizi xoş gördük. İnşallah bugün dim test toplusundan paleolit, eneolit başlığının 50-dən axıra qədər olan hissəsini izah edəcəm. Deməli, 51-ci test tapşırığını əvvəlki videoda izah etmişdim. İndi 52-ci sualdan başlayacağım. Baxaq. Deyir ki, Azərbaycanda neolit dövründən fərqli olaraq eneolit dövründə. Yəni, neolitə aid olmasın, eneolitə aid olsun. İnsanlar misdən əmək alətləri hazırlayırdı. Eneolitdən başlayır. Neolitdən mis yox idi. Bəli, doğrudur. Tox əkinciliyi xış əkincisi ilə əvəz olundu. Erkən tunc. Heç birinə də aid deyil. İnsanlar saxsı qablar hazırlamış və toxuculuqla məşğul olmuşdular. Neolitdən başlayır, eneolitdə də var idi. Bu oxşar xüsusiyyətdir. Ev heyvanlarının demək olar hamısı əhilləşdirilmişdi. Bəli, bu yalnız eneolitə aiddir. Neolitdə yox idi. Çünki deyir ki, hamısı əhilləşmişdi. Neolit dövründə əhilləşmə hələ davam edir. Hamısı əhilləşdirilmişdi deyirsə, bu eneolitə aiddir. Doğru cavab 1-4. 53-ə baxaq. Neolit və eneolit dövrlərinə aid oxşar cəhətlər. İstehsal təsərrüfatının mövcud olması. Neolitdə yaranır, eneolitdə də var idi. Bu oxşardır. Metaldan bəzək əşyalarının hazırlanması eneolitdən başlayır. Neolitdə metal yox idi. Bu yalnız eneolit dövrünə aiddir. Çıxırıq. Saxsı qabların düzəldilməsi neolitdən başlayır, eneolitdə də var idi. Bu oxşar xüsusiyyətdir. Götürürük. Ovçuluq və balıqçılığın əsas məşğuliyyət sahəsi olması. Əsas məşğuliyyət ola bilməz. Neolit, eneolitdə əsas məşğuliyyət əkinçilik və maldarlıq idi. Cəmiyyətdə qadınların mövqeyinin üstün olması. Bu anaxaqanlığı idi. Üst paleolitdə yaranır, mezolit, neolit və eneolitdə davam edir. Yəni, neolitlə eneolitin oxşar cəhəti ola bilər. Doğru cavab 1-3-5. 54-ə baxaq. Paleolit və mezolit dövrlərinin oxşar cəhətləri. İstehsal təsərrüfatının mövcud olması. İstehsal yanlışdır. Paleolit, mezolitdə istehlak təsərrüfatı idi. Təsərrüfatda daş alətlərin üstün yer tutması. Bəli, bu daş dövrünün bütün dövrlərinə aid idi. Paleolit, mezolit də daş dövrü olduğu üçün doğrudur, oxşar cəhətdir. İnsanların rabitəli nitqə malik olması. Rabitəli nitq, yəni səsli nitq yaranır üst paleolitdə və sonraki dövrlərdə də davam edir. Yəni mezolitdə də var idi. Paleolit və mezolitin oxşar cəhətidir bu. İnsanların ovçuluqla məşğul olması. Bəli, demişdik ki, paleolit və mezolitdə əsas məşğuliyyət ovçuluq idi. Bu da oxşar xüsusiyyətdir. Ulu icmanın mövcud olması. Ulu icma alt paleolitdə yaranır və orta paleolitdə davam edir. Artıq üst paleolitdə ulu icma dağılmışdı, qəbilə icması yaranmışdı. Yəni, bu paleolit dövrünə aiddir. Mezolit dövründə artıq qəbilə icması idi. Mezolit dövrünə aid ola bilməz. 5-i də çıxırıq. Doğru cavab 2-3-4. 55-ə baxaq. Mezolit dövrünü paleolit dövründən fərqləndirən hansı xüsusiyyətlər neolit dövrü üçün xarakterikdir? Yəni, elə xüsusiyyət götür ki, paleolitə aid olmasın, mezolitə aid olsun, neolitə aid olsun. Daşdan alətlərin hazırlanması. Bu, hər üçünə də aiddir. Çıxırıq. Çünki hər üçü də daş dövrüdür. Heyvanların əhilləşdirilməsi. Əhilləşmə paleolitdə yox idi. İlk dəfə başlayır mezolitdə. Neolitdə davam edir, son əhilləşmə eneolitdə başa çatır. Yəni, paleolitə aid deyil, mezolit və neolitə aiddir. 2 doğrudur. Mikrolit alətlərdən istifadə edilməsi. Mezolitdə başlayır və sonraki dövrlərdə də davam edir. Yəni, paleolitdə bu xüsusiyyət yox idi. Doğrudur. İnsanların qəbilə icmasında yaşaması. Qəbilə icması üst paleolitdə yarandı, mezolit, neolit, eneolit davam etdi. Bu xüsusiyyət hər üçünə də aiddir. Çıxırıq. Əkinçilik vərdişlərinin mövcud olması. Əkinçilik vərdişləri paleolitdə yox idi. İlk dəfə mezolitdə yaranır. Və artıq sonraki dövrlərdə də davam edir. Bu da doğrudur. Doğru cavab 2-3-5. 56-ya baxaq. Azərbaycanın eradan əvvəl 6-4-cü minilliklər, yəni eneolit dövrü. Tarixinə aid xarakteri xüsusiyyətləri müəyyən edin. Əkinçilik maldarlıqdan ayrıldı. Erkən tunc. Daş alətlərin məişətdə üstün yer tutması daş dövrünün bütün dövrlərinə aiddir. Doğrudur.
Dairəvi yaşayış evlərinin inşa edilməsi eneolit, torpağın toxa ilə yumşaldılması neolitdə başlayır, eneolitdə də davam eləyir. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməyə başlanması erkən tunc. Doğru cavab 2, 3, 4. (57-yə baxaq. Azərbaycan eradan əvvəl 6-4-cü minilliklərə, yəni eneolit dövrünə aid xarakteri xüsusiyyətləri müəyyən edin. Toxuculuqda iyuculuqlarından istifadə edilməsi neolitdə başlayır, eneolitdə də var idi. Daşdan əmək alətlərinin hazırlanmağa başlanması alt paleolitdə başlayır. Burada diqqətli olursunuz. Hazırlanması demir, hazırlanmağa başlanması deyir. Başlama alt paleolitdə idi. Əhalinin məşğuliyyətində sənətkarlığın mühüm yer tutması eneolit dövrünə aiddir. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit. Bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısının əhəlləşdirilməsi eneolit. Doğru cavab 1, 3, 5-dir. 58-ə baxaq. Azərbaycanda eradan əvvəl 12-8-ci minillikləri, yəni mezolit və eradan əvvəl 6-4-cü minillikləri, yəni eneolit əhatə edən dövrlərə aid ümumi cəhət. Yəni mezolitlə eneolitin oxşarını götürəcək. Misdən əmək alətlərinin hazırlanması eneolitdən başlayır. Mezolitdə mis yox idi. Bu yalnız eneolitə aid xüsusiyyətdir. Heyvanların əhilləşdirilməsi mezolitdən başlayır, artıq neolitdə davam edir, eneolitdə başa çatır. Yəni bu mezolitlə eneolitin hər ikisinə aiddir. Götürürük. Toxuculuğun insanların həyatında mühüm yer tutması. Toxuculuq neolitdə yaranır və eneolitdə də var idi. İnsanların həyatında mühüm yer tutması eneolitdə var idi. Ancaq mezolit dövründə yox idi. Bu, mezolitlə eneolitin oxşar xüsusiyyəti ola bilməz. Qəbilə icmasının mövcud olması. Dedik ki, üst paleolitdə yarandı, mezolit, neolit, eneolitdə davam etdi. Yəni bu oxşardır. Tayfanın ağsaqqallar tərəfindən idarə edilməsi, tayfa da yarandı erkən tunc dövrünə. Heç birinə də aid deyil. Doğru cavab 2, 4. (59-a baxaq. Azərbaycan tarixinin əvvəlki dövrlərindən fərqli olaraq neolitdə. Yəni elə bir xüsusiyyət götür ki, ilk dəfə neolitdə yaransın. İnsanlar ana xətti ilə qohumluq əsasında birləşirdilər. Bu neolitdən əvvəl də vardı. Ana xaqanlığı idi, üst paleolitdə yaranır, ta erkən tunc dövrünə qədər davam edir. Bu ola bilməz. Təsərrüfatda əsas yeri maldarlıq və əkinçilik tuturdu. Bəli, ilk dəfə neolit dövründə əkinçilik, maldarlıq əsas məşğuliyyətə çevrilir. Yəni təsərrüfatda əsas yer tutur. Doğrudur. İnsanlar oturaq həyata keçmişdir. Bəli, neolitə qədər oturaq həyat yox idi. İlk dəfə neolit dövründə oturaq həyata keçirlər. İri tayfa ittifaqlarının yaranması da erkən tunca aiddir. Doğru cavab 2, 3. 60-a baxaq. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Çaxmaqdaşı və dəvəgözdən əmək alətlərinin hazırlanması. Bu daş dövrünə aiddir. Dini mərasimlərin icrası üçün ibadətgahların tikilməsi erkən tunc. Qış əkinçiliyinin meydana gəlməsi erkən tunc. Köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən tunc. İnsanların mikrolit əmək alətlərindən istifadə etməsi mezolitdən başlayır, yəni daş dövrünə aiddir. Yeni istehsal sahələrinin meydana gəlməsi neolitdən başlayır. Bu da daş dövrünə aiddir. Deməli, doğru cavab 1, 5, 6. (61-ə baxaq. Daş dövrünə aid olan xüsusiyyətləri müəyyən edin. Quruçay mədəniyyətinin mövcud olması. Alt paleolit, bəli, daş dövrünə aiddir. Bağçılıq və bostançılığın yaranması orta tunc. Kollektiv dəfn etmə və ölü yandırmanın meydana gəlməsi erkən tunc. Ayaqla hərəkətə gətirilən duluç çarxından istifadə olunması son tunc. Ox və kamanın ixtira olunması mezolit, daş dövrüdür. Saxsı qabların istehsalının başlanması neolitdə başlayır, bu da daş dövrüdür. Doğru cavab 1, 5, 6. 62-yə baxaq. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Heyvanların əhilləşdirilməsinin başa çatması eneolit, ilk əkinçilik vərdişlərinin yaranması mezolit, qəbilə icmasının yaranması üst paleolit,
Neandertal adlanan yeni insan tipinin yaranması. Orta paleolit. Deməli, xronoloji ardıcıllıq belə olacaq. Birinci orta paleolit 4, sonra üst paleolit 3, sonra mezolit 2, sonra eneolit 1. Doğru cavab 4, 3, 2, 1. 63-ə baxaq. Xronoloji ardıcıllığı müəyyən edin. İbtidai maldarlığın əsasının qoyulması. Mezolit. İnsanların toxuculuqla məşğul olmağa başlaması. Neolitdə başlayır. Tuncdan əmək alətlərinin hazırlanmağa başlanması erkən tunc. Deməli, xronoloji ardıcıllığımız mezolit 1, neolit 2, sonra da erkən tunc 3. 1, 2, 3. (64)ə baxaq. Xronoloji ardıcılığı müəyyən edin. Müasir insan tipinin yaranması. Ağıllı insan üst paleolit. İlk şəhər məskənlərinin yaranması. Orta tunc. Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit. Deməli, xronoloji ardıcılığımız 1, 3, 2. 65-ə baxaq. Azərbaycanda ibtidai icma quruluşuna aid olan hadisələrin xronoloji ardıcılığı. Tayfanın yaranması. Erkən tunc. Qədim insanların ilk dəfə oddan istifadə etməsi. Alt paleolit. Ağıllı insanın yaranması. Üst paleolit. İbtidai maldarlığın əsasının qoyulması mezolit. Deməli, xronoloji ardıcıllığımız 2, 3, 4, 1. 66-ya baxaq. Xronoloji ardıcılığı müəyyən edin. Duluzçuluğun yaranması neolit. Boyalı qablar mədəniyyətinin formalaşması orta tunc. Ata xaqanlığının ana xaqanlığını əvəz etməsi erkən tunc. Heyvanların əhilləşdirilməsinə başlanması mezolit. Deməli, xronoloji ardıcıllığımız 4, 1, 3, 2. (67)yə baxaq. Uyğunluğu müəyyən edin. Qəbilə izmasının meydana gəlməsi. Üst paleolit. Dəri işləmənin meydana gəlməsi. Neolit. Əkinçinin maldarlıqdan ayrılması. Erkən tunc. İlk metalın əldə edilməsi. Eneolit. Heyvanların əhilləşdirilməsinə başlanması mezolit. 68-ə baxaq. Əkinçinin maldarlıqdan ayrılması. Erkən tunc. Əhalinin oturaq həyata keçməsi. Neolit. Ox və kamanın yaradılması. Mezolit. Köçmə yaylaq maldarlığının meydana gəlməsi. Erkən tunc. İbtidai maldarlığın əsasının qoyulması mezolit. (69)a baxaq. Diaqrama əsasən uyğunluğu müəyyən edin. Bazarqlı insan yaranıb alt paleolitdə, ağıllı insan da üst paleolitdə. Baxaq, ulu icmada yaşamışdır. Ulu icma dedik ki, alt paleolit və orta paleolit əhatə edir. Bu bazarqlı insana aiddir. Daş, sümük, ağac əmək alətlərindən istifadə etmişdir. Bu daş dövrünün bütün dövrlərinə aiddir. Yəni, həm bazarqlı, həm də ağıllı insan, hər ikisinə aiddir. Ox və kamanı ixtira etmişdir. Mezolit dövrü ağıllı insana aiddir. İlk dəfə təbii oddan istifadə etmişdir. Alt paleolit dövrünə aiddir, bacarıqlı insan. Qəbilə icmasında yaşamışdır. Qəbilə icması üst paleolitdə yaranır, ağıllı insana aiddir. (70)ə baxaq. Eyni sualdır. Bacarıqlı insan dedik ki, alt paleolit, ağıllı insan üst paleolit. Alt paleolit dövründə yaşamışdır. Bacarıqlı insan rabitəli nitqə malik deyildi. Rabitəli nitq üst paleolitdə yaranır. Deməli, ağıllı insan rabitəli nitqə malikdir. Malik deyildi deyilsə, bu bacarıqlı insandır. Oddan istifadə etməyi bacarmışdır. İlk dəfə oddan istifadə etdi bacarıqlı insan və ondan sonra da davam edir. Yəni, bu hər ikisinə aiddir. Heyvanları əhilləşdirməyə başlamışdır. Mezolit dövrü ağıllı insana. Toxuculuq və duluzçuluqla məşğul olmuşdur. Toxuculuq yaranır neolitdə, duluzçuluq yaranır neolitdə. Bu ağıllı insana aiddir. (71)ə baxaq. İbtidai icma quruluşuna aid uyğunluğu müəyyən edin. Anaxaqanlığı dövrü. Dedik ki, anaxaqanlığı üst paleolitdə yarandı. Mezolit
Neolit, eneolitdə davam edir. Ata xaqanlığı erkən Tuncda yaranır, sonraki dövrlərdə də davam edir. İkinci böyük İctimai əmək bölgüsünün baş verməsi, Orta Tunc, bu Ata xaqanlığına aiddir. Saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən duluq çarxlarından istifadə edilməsi, Son Tunc, Ata xaqanlığına aiddir. Mikrolit əmək alətlərindən istifadə edilməyə başlanması, Mezolit, bu isə Ana xaqanlığına aiddir. Əhalinin oturaq həyata keçməsi, Neolit, Ana xaqanlığı. Daşdan ilk əmək alətlərinin hazırlanması, Alt paleolit, bu nə Ana xaqanlığına, nə də Ata xaqanlığına heç birinə aid deyil. Deməli, Y bəndi heç birinə aid deyil. 72-yə baxaq. Uyğunluğu müəyyən edin. Təxminən eradan əvvəl 35-12-ci minilliklər arasındakı dövr. Bu üst paleolit dövrüdür. Eradan əvvəl 6-4-cü minilliklərdə eneolit dövrü. Ana xaqanlığının Ata xaqanlığı ilə əvəz edilməsi, Erkən Tunc. Misdən ilk dəfə istifadə edilməsi, eneolit. Üst paleolit kimi xarakterizə edilməsi 1-ə aiddir, yəni eradan əvvəl 35-12-ci minilliklər. Müasir insan tipinin yaranması, yəni ağıllı insan yarandı üst paleolitdə. Dairəvi yaşayış evlərinin inşa edilməsi, eneolit. Burada da A variantı heç birinə aid olmayacaq. 73-ə baxaq. Təxminən 100 min il bundan əvvəldən eradan əvvəl 35 min il əvvələ qədərki dövrü əhatə edir. Bu orta paleolit dövrüdür. Eradan əvvəl 12-8-ci minillikləri əhatə edir mezolit dövrü. Daşdan əmək alətlərinin hazırlanmağa başlanması, alt paleolit. Heç birinə aid deyil. İlk əkinçilik vərdişlərinin yaranması mezolit. Orta paleolit dövrü kimi xarakterizə edilməsi 1-ə aiddir. Mikrolit əmək alətlərinin hazırlanması mezolit. Neandertal insan tipi formalaşmışdır, orta paleolit. Və bəndləri özünüz düzərsiniz, vaxt getməsin deyə bəndlərə fikir vermirəm. 74-ə baxaq. Uyğunluğu müəyyən edin. Saxsı qabların hazırlanması neolitdən başlayır. Xış əkinçiliyinin yaranması Erkən Tunc. Mikrolit əmək alətlərindən istifadə edilməyə başlanması mezolit. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması mezolit. Quruçay mədəniyyətin formalaşması alt paleolit. Artıq paleolit, eneolit bölməsi başa çatdı. Test izahlarımız bu qədər. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.